Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve sena'u lillahi rabbil alamin. Vessalatu vesselamu ala Muhammedin ve alihi tayyibin tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve la'netud daimetu ala a'daihim ecmaîn. Minel an ila qiyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Qalallahu Teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. La yettehizil mu'minunel kafirin evliya min dunil mu'minin. Ve men yef'al zalik feleyse minallahi fi şey. Sadakallahul aliyyul azim. Ve sadaka ve bellaga rasuluhu nebiyyun kerim. Peygamber ve ali peygambere salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bugünkü mövzumuz inşallah dostluq, yoldaşlıq barəsində olacaq. Quran-ı Kərimdə Allah-u Teala müxtəlif ayələrdə dostluğa, yoldaşlığa işarə eləyir. Kiminlə dostluq və yoldaşlıq etməyin xeyirli, gərəkli, kiminlə dostluq və yoldaşlıq etməyin zərərli, qadağan olunduğuna işarə eləyir. Və dinimizin də vacib, zəruri hökmlərindən biri təvəlla və təbərra məsələsidir. Yəni Allah dostları ilə dostluq eləmək, Allah düşmənləri ilə düşmənlik eləmək. Bu dinin zəruri, vacib hökmlərindən biridir ki, tərki fiskdir, böyük günahdır. Qeyd eləyək ki, insan heç şübhəsiz ki, ictimai varlıqdır. O, həyatını nizamlamaq üçün ətrafdakı insanlara hər bir vəclə bağlıdır. Həmin bu yoldaşlıq da, dostluq da insanın ictimai həyatda gərəkli olan şeylərindən biridir. İnsanın bir dostu olmalıdır, bir yoldaşı olmalıdır, çətinliyində onunla həmdərd olan, biri-biri ilə ünsiyyət qurub, haqq ətrafında, Quran-ı Kərimin məsələn amallarını, Əhl-i Beytin amallarını diri tutmaq üçün və s. və ilaxır. Bu baxımdan insanların ictiması lazımdır. Dostluğu, yoldaşlığı kimlənsə lazımdır. Və eyni şeylərə görə də bəzi insanlardan da uzaq durmağı lazımdır. Əhl-i Beyt əleyhissalamın kəlamlarında həmin bu şeyə xüsusi olaraq diqqət ayırıb. Quran-ı Kərim öz ayələrində, Allah-u Teala öz ayələrində buna xüsusi olaraq diqqət ayırıb. Kimlərlə yoldaşlıq eləsən sənin faydavadır. Kimlərlə yoldaşlıq eləmək qadağandır. Məsələn, Ali İmran surəsində Allah-u Teala buyurur ki, möminlər gərək kafirləri özləri üçün dost tutmasınlar. Hər kim bunu etsə, onun Allahla bir əlaqəsi yoxdur. Və ya başqa bir ayədə məsələn deyir ki, şeytanın dostları ilə mübarizə aparın ki, həqiqətən şeytanın hiləsi zəifdir və s. və ilaxır. Bu baxımdan özünün və şeytanın, öz düşməninin, yoldaşlarının, dostlarının olduğunu bəyan eləyir ki, öz dostlarını sevib onlarla birgə olmağı, şeytanın da dostlarından bəraət etməyi bizlər üçün əmr eləyib. Hər bir halda bu həyatda ətrafımızda müəyyən insanların varlığına bizim ehtiyacımız var. İnsan sosial varlıqdır. O cəmiyyətdən uzaqlaşa bilməz. Tənhalığı seçib həyatını bu cür davam eləyə bilməz. Məsələn, İmam Muhammed Baqir əleyhissalam buyurur ki, mən xalətdə o şəxslər ki, onlarla qaynayıb qarışırsan, فَاِنْ اِسْتَتَعْتَ اَنْ تَكُونَ يَدُكَ الْعُلْيَا عَلَيْهِمْ فَفْعَلْ. Əgər o qaynayıb qarışdığın insanlarla, oturub durduğun insanlarla, əgər əlivin onların üzərində olmaq imkanı olsa, bunu elə. Yəni onlara yardım eləmək, dəstək durmaq imkanın olsa,
bunu elə. Yəni insanlar bir-biri ilə qaynayıb qarışanda, bir-biri ilə ünsiyyət quranda, təbii ki, bir-birindən də müəyyən təmənnaları olur, ehtiyac anında müəyyən ehtiyacları olur və s. Adicə dərdləşməyə kiminsə ehtiyacı olur. Həzrət buyurur ki, əgər imkanın olsa, oturub durduğun adamlarla, qaynayıb qarışdığın adamlarla kömək eləyə bilsən, onlara kömək elə. Çünki bir gündə sənin ehtiyacın olacaq ki, onlar sənin imdadına yetəcək. İmam əleyhissalam buyurur, Əl-inqibadu minən-nas məksəbətun lil-ədavə. İnsanlardan ayrı gəzmək, heç kimlə qaynayıb qarışmamaq ədavətin başlanğıcıdır. Yəni bir insan cəmiyyətdən ayrı düşürsə, bir gün insanlardan hər hansısa biri ilə bir çəkişmə, bir ədavət məqamına gəlib çıxacaq. Ona görə Həzrət buyurur ki, 1000 dənə də dostun olsa sənin üçün azdır, bir dənə də düşmənin olsa sənin üçün çoxdur. Çünki düşmən insanın rahatlığını əlindən alan şeydir. Ömrü boyu özünü təhlükə içində hiss eləyirsən, ömrü boyu nigaran olursan, bir növ desək həyatın rahatlığını itirirsən. Amma dost nə qədər olsa dayağındır. Yaxşı, kimlərlə dostluq eləmək, kimlərlə oturub durmaq insanın faydasınadır? Kimlərlə əyləşmək, oturub durmaq insanın ziyanındadır. Allah müvəffəq eləsin. İcazə verirsiniz? Həzrət buyurur ki, Əmirəl-Müminin əleyhissalam, La aleykə ən təshəbə zəl-əql və in ləm təhməd kərəmu və lakin intəfi' bi-əqlih. Həzrət buyurur ki, ağıllı insanlarla oturdur. Hətta onun kərəmini xoşlamasan belə, yəni onda sevmədiyin bəzi xüsusiyyətlər olmuş olsa belə, ağlı varsa onunla oturdur. Əgər onun kərəmindən də istifadə eləməsən, ağlından istifadə eləyəcəksən. Deyək ki, bir insan zəkalı insandır, ağıllı insandır, tədbirli insandır. Amma onda müəyyən xoşlamadığın şeylər var. Buyurur ki, ondan uzaq gəzmə. Həmin o xoşlamadığın şeylər, ki, indi sən bəyənmirsən də bu şeyləri. Bu xoşlamadığın şeylər onda olsa da, onun ki, ağlı var. Onun kərəmindən istifadə eləyə bilməsən də, onun ağlından istifadə eləməyin sənin üçün kifayət eləyər. Bu baxımdan ağıllı insanlarla oturun, zəkalı insanlarla oturun, durun, onlarla məşvərət eləyin. Məsələn, başqa bir kəlamda Həzrət buyurur ki, İttəbi' mən yubkik və huvə ləkə nasih. Sənə nəsihət edərək ağladan kəslə yoldaşlıq elə, ona tabe ol. Və la təttəbi' mən yudhikukə və huvə ləkə qaş. Amma səni güldürərək alladan insandan uzaq gəz, onunla bir yerdə olma. Niyə? Və sətəridunə aləllahi cəmiən fə tə'ləmun. Çünki sizin hamınız birlikdə Allahın huzuruna gətiriləcəksiniz. Əli əleyhissalam buyurur ki, aqil insanla yoldaşlıq elə. Digər bir imamımız, İmam Muhammed Baqir əleyhissalam buyurur ki, sənə doğru nəsihət verən insanla yoldaşlıq elə. O insan ki, nəsihəti ilə, həqiqəti deməklə, səni hüzünləndirsə belə sənə nəsihət eləyir, doğru yol göstərir. Amma o insan ki, səni alladır, sənin eyblərini ört-bastır eləyir, özündən gizlədir, səni yanlış yola istiqamətləndirir və ya nəsihəti səni bir növdəsə uçuruma aparır, onlardan buyurur uzaq gəz. Niyə? Hamılıqla Allahın huzuruna gətiriləcəksiniz. Məsələn, Quran-ı Kərimdə ayələr var ki, o gün onlar deyərlər ki, kaş filan kəsi özüm üçün dost tutmazdım. Kaş şeytanı özüm üçün dost tutmazdım. Bəraət eləyərlər yoldaşlar bir-birindən. Niyə? Çünki dünya həyatında Allah deyən yoldaşlığı, dostluğu eləməyiblər. Bu baxımdan doğru nəsihət verən insanlarla yoldaşlıq etmək gərəklidir və ya yanlış nəsihət eləyən, insanı uçuruma aparan insanlarla
yoldaşlıqdan çəkinmək insan üçün gərəklidir. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, La takunus sadaqatu illa bi hududiha. Yoldaşlığın, dostluğun sərhədləri var, şərtləri var. Bunlar həyata keçmədən yoldaşlıq və dostluq olmaz. Hər kim ki, bu şərtlər, bu hədlər onda var, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, fənsibhu ilə sədaqə, onu özün üçün yoldaş tut, onunla birgə ol. Hər kim ki, bu xüsusiyyətlər onda olmasa, onu özün üçün yoldaş, dost seçmə. Fəəvvəluha, həmin o xüsusiyyətlərdən birincisi, ən təkunə sərirətuhu və alaniyyətuhu ləkə vahidə. Birinci şərt budur. Sənə qarşı, aşkarda da, gizlində də eyni cür olsun. Qəlbi ilə dili sənin üçün fərqli olmasın. Dildə desin, qardaşımsan, əzizimsən, canımsan, dostumsan, amma qəlbi fərqli şey hiss eləsin. Və yaxud da ki, əksi, qəlbində sənə qarşı yaxşı olsun, dildə harada çatsın səni bir növcə məzəmmət eləsin, alçaltsın. Buyurur ki, o insan ki, onun qəlbi ilə, daxili ilə zahiri sənin üçün eynidir. Allah əcr versin. Və sani, ikincisi, ən yara zeynəkə zeynə və şeynəkə şeynə. Sənin zinətivi özü üçün zinət hesab eləsin, sənin ayıbıvı da özü üçün ayıb hesab eləsin. Belə yox ki, nə qədər yaxşısan dövrəndədir. Bir dənə ayağın büdrədi, xətərə düşdün, daha səni tərk eləyib getsin. Sənin xətalarını öz ayıbları bilsin, yəni öz ayıbları bilsin necə? Onu düzəltməyə cəhd eləsin, onu düzəltmək üçün çalışsın. Sənin yaxşınla iftixar eləsin, pisivi də, xətavı da öz xətası bilib sənə imdad eləməyə, yardım eləməyə çalışsın. Həzrət buyurur ki, ən la tuğayyirəhu aleykə vəlayətun və la mal. Üçüncü şərt budur ki, vəzifə, mal, dövlət onu sənə qarşı dəyişdirməsin. Adam var ki, dünənə qədər bir yerdə can deyir, can eşidir, hər şeyini bölüşdürür. İndi biri bir vəzifəyə, imkana, mal, dövlətə əli yetişir, tanımır, öz dostu ilə daha ünsiyyəti kəsir, artıq dostları, yoldaşları fərqli adamlar olur. Dünənə qədər o azını bölüşdüyü adamlar artıq bunun üçün əhəmiyyət kəsb eləmir. Həzrət buyurur, dostluğun şərtlərindən biri budur. Bir vəzifəyə, bir mala, dövlətə, imkana əli çatanda daha səninlə onun arasında bu mal, dövlət, bu vəzifə fasilə yaratmasın. Dördüncüsü budur ki, İmam Sadiq əleyhissalam buyurur, ən la yəmnəəkə şeyən tənaluhu məqdərətuh. Onun sahib olduğu şeylərdən heç bir şeyi sənə bir növ desə, səndən əsirgəməsin, paxıllıq eləməsin. Yəni, onun malı sənin malın, sənin malın onun malı. Bu cür bir-birimizin malından istifadə eləyə biləsiniz. Beşincisi, buyurur ki, bunların hamısını cəmləyən ən la yüsliməkə indən nəkəbat. Çətinlik vaxtında səni tənha qoymasın. Adam var ki, rahatlıq vaxtında, hər şey qaydasında gedəndə bir insanın dövrəsindən əl çəkmir. Amma elə ki, bir müşkülə düşdü, ətrafda hamı yoxa çıxır. Həzrət buyurur ki, yoldaşlığın, dostluğun şərtlərindən biri budur. Çətinlik vaxtında səni tənha buraxmasın. Yəni, yaxşı günündə də, pis günündə də sənin yanında olsun. Bu şərtlər birində varsa, onu özün üçün yoldaş seç, ondan uzaq gəzmə. Yoxdursa, ehtiyatını saxla. Peyğəmbər və Ali Peyğəmbərə salavat hədiyyə elə. Allahümmə salli ələ Muhammed və Ali Muhammed. Bunlar Əhl-i Beyt əleyhimussalamın kimlərlə yoldaşlıq etmək barəsində göstərişləri idi ki, bu insanlardan, bu gözəl xislətli insanlardan tapanda onlardan əl çəkməyin. Bəs kimlərlə yoldaşlıq məzəmmət olunur? O insanlarla oturub durmaq qadağan olunur.
İmam Əmir əl-Müminin əleyhissalam 3 dəstə ilə yoldaşlıq eləməyi məzəmmət eləyir. Həzrət buyurur ki, Yənbəği lil-muslim ən yətəcənnəbə muaxatə sələsə. Müsəlman gərək 3 kəslə qardaşlıqdan, dostluqdan uzaq dursun. Onlardan biri əl-macinil facir, yalancı, günah əhli. İkincisi vəl-əhməq, axmaq adam. Axmaq adamla yoldaşlıq eləmə. Vəl-kəzzab və yalancı insan. Çox yalan danışan insan. Bu insanlarla Həzrət buyurur ki, müsəlman gərək yoldaşlıq eləməsin. Və səbəb fəəmməl macinul facir fəyuzayyinu ləkə fi'ləh və yuhibbu ennəkə misluh. Həmin o günahkar insan, yalanla günah, həyasız günah eləyən insan öz əməllərini sənin gözündə gözəlləşdirər. Elədiyi xətaları sənin üçün təqdir eləyər, bəziyər, düzüyər və istəyər ki, sən də onun kimi olasan. Çünki yoldaşlığın, dostluğun xüsusiyyətlərindən biri budur da, insan birincisi öz oxşarına meyl eləyər. İkincisi də meyl elədiyi adamlarla getdikcə daha da çox oxşuyar. Yəni, günah əhli bir insanların içərisində olsan, get-get onlara oxşuyacaqsan. Fisk əhli olan insanla oturub durmağın qadağan olunma səbəblərindən biri həmin budur, bu təsirlənmədən çəkindirməkdir. Buyurur ki, həyasız olan insan, həyası olmayan, günah əhli olan insan öz əməllərini sənin üçün cilvələndirər, gözəlləşdirər və sənin də onun kimi olmağını arzulayar. Çünki sən onun kimi olmayana qədər bu rahat olmayacaq, elədiyi şeylərdən ləzzət ala bilməyəcək. Elə ki, sən də onun kimi oldun, sənin yanında onu nigaran edən bir şey yoxdur. Buyurur, bu baxımdan həyası olmayan facir, günah əhli öz əməllərini sənin üçün gözəlləşdirər və istəyər ki, sən də onun kimi olasan. Və la yu'inukə alə əmri dinik. Sənin din işlərində sənə kömək eləməz. Onun üçün dinə həmiyyətli deyil ki, onun üçün günah, işrət, bu cür həyadan kənar, ficr olan şeylər önəmlidir. İstəyər ki, sən ora meyllənəsən, nəinki gedib dininlə maraqlanasan. Sənin din işlərində sənə kömək eləməz. Aqibət, axirət işlərində sənə kömək eləməz. Və müqarabətuhu cəfaun və qəsvə. Onunla yaxınlıq cəfadır, zülmdür. Özün özünə zülm eləyirsən. Həyasız adamla, günah əhli ilə oturub durmaq, yoldaşlıq eləmək insanın özünə elədiyi zülmlərdən biridir və qəlbin qəsavət bağlamağına səbəb olar. Bir yerdən sonra artıq insanın qəlbi Allahın kəlamlarına, Əhl-i Beytin kəlamlarına qarşı qəsavət bağlayar. O sözlər təsirini itirər, da qəlbdə rol oynamaz, onu saflaşdıra bilməz. Buyurur ki, və mədxəluhu və məxrəcuhu arun əleyk. Elə bir adamla, həyasız günahkar adamla yoldaşlığa girmək də, çıxmaq da sənin üçün ayıbdır. Yəni, onunla nə üçün dostluq eləyirdin? Niyə dostluğa başlamışdın? Bu sənin bir ayıbındır. Ondan da uzaqlaşandan sonra yenə ayıbdır sənə. Niyə? Çünki onunla yoldaşlıq elədiyin müddətdə dahi onun sənə təsiri qalıb da. Həmin o xislətlərlə. Elə bir yerə daxil olursan təmiz, çıxanda artıq çirkli, bulanmış xaric olursan. Bu baxımdan buyurur ki, onunla yoldaşlığa başlamağında, kəsməyində sənin üçün ayıbdır, ardır. Çünki o ləkədən təmizlənmək üçün gərək əziyyət çəkəsən. İnsanların gözündə özünə qarşı o münasibəti dəyişdirmək üçün gərək əziyyət çəkəsən. Və əmməl əhməq, axmaqla yoldaşlığın qadağasına gəldikdə, fəinnəhu la yuşiru aleykə bi xeyr. Salavat şişirlə Peyğəmbər və Ali Peyğəmbərə. Həzrət buyurur ki, axmaqla yoldaşlıq eləməyin, çünki o sənə heç vaxtı xeyri işarə eləməz, xeyrə yönətməz, xeyrə istiqamətləndirməz. Və la yurca
lisarfis su'i ank vələv əchədə nəfsə. Səndən hər hansısa bir pisliyi dəf etməyi gözlənilməz. Hətta özünü bu iş üçün yormuş olsa belə. Axmaq adam istəyər ki, insana xeyir versin, ziyan verər. Deyək ki, bir insan xəstədir. Ona hər hansısa bir qida olmaz. Gətirib məcbur eləyir ki, yox sən bunu ye. Elə bilir ki, yaxşılıq eləyir. Amma əslində ona axmaq bu qəbildəndir. Sənə deyir, fayda vermək istəyər. Amma sənə zərər verər. Həzrət buyurur ki, fəmavtuhu xeyrun min həyatih. Belə adamın deyir, ölməyi yaşamaqdan yaxşıdır. Belə cəmaata zərər verə-verə, niyyəti nə qədər yaxşı da olmuş olsa, cəmaata zərər verə-verə, belə insanın yoxluğu varlığından yaxşıdır. Ardıca buyurur ki, onun sakit olmağı danışmağından yaxşıdır. Uzaq olmağı yaxın olmağından yaxşıdır. Və əmməl kəzzab, yalancıya gəldikdə, Həzrət buyurur ki, onunla, yalancı ilə bir yerdə yaşamaq, bir yerdə olmaq sənin üçün heç vaxtı rahatlıq gətirməz. Bir adam ki, danışdığı hər sözə sən etibar eləmirsən. Hər bir sözü sənin üçün bir şübhə mənbəyidir. Belə bir adamla insan necə ünsiyyətdə davamlı ola bilər? Buyurur ki, belə insan, yalancı insan sənin sözünü başqasına, başqasının da sözünü sənə gətirər. Hər dəfə bir söz deyəndə həmin o şeyin əksini, yalanını da 5 dəqiqə sonra danışar. Oturur bir hekayə cızır beynində, danışır. İnsanı inandırmağa çalışır ki, bu dediyi düzdür. Üstündən biraz söhbət başqa şeydən düşəndən sonra, başqa şeylərdən danışılandan sonra, həmin mövzuya söhbət qaydanda həmən dediyinin başlayır əksini danışmağa. Yalancının xüsusiyyətlərindəndir də yalanı yadda qalmaz. Buyurur ki, bir şeydən danışar, təsdiqləyər. Ondan sonra həmin sözü inkar eləyər. Onun deyir, doğru dediyi halda belə ona güvənmək çətindir. İnana bilmirsən. Bəlkə də yazıq doğru deyir. Amma o qədər yalan danışıb ki, artıq danışdığı yalanlar onun doğrusunu belə insan üçün yalan şəklində göstərir. Həzrət buyurur ki, bu insanlarla yoldaşlıq eləməyin, Allahdan qorxun və özünüzə nəzər salın. Yəni, baxın, görün, kimdən oturub durursunuz, kimdən yoldaşlıq edirsiniz. Bir dənə də hədis İmam Cəfər Sadiq əleyhissalamdan qeyd eləyim, sözü tamamlayım. Həzrət buyurur ki, ey oğlum, 5 şəxslə yoldaşlıq eləmə. Fəla tusahibhum, onlarla yoldaş olma. Və la tuhadishum, onlarla həm söhbət olma. Həm söhbət belə, kəlmə də kəsmə onlarla. Və la turafiqhum fi təriq, onlarla bir yola da çıxma, yol yoldaşı da olma. Ziyarətə də gedəndə beləsi varsa, yerini dəyiş, ayrı bir yerdə otur. Deyir, mən soruşdum ki, kimlərdir onlar? İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, İyyəkə və müsahibətəl kəzzab, nə badə yalancı ilə yoldaşlıq eləyəsən. Fəinnəhu bimənzilətis sərab, yuqarribu ləkəl bəid və yubəidu ləkəl qərib. Onun məsəli ilğımın məsəli kimi. Yalancı adam ilğım kimidir. Sənə uzağı yaxın, yaxını uzaq göstərər. Belə adamdan uzaq kəs. Belə adamdan heç kəlmə də kəsmə. Belə adamdan bir yola da çıxma. Həzrət buyurur, və iyyəkə və müsahibətəl fasiq. Fasiq, günah əhli ilə yoldaşlıq eləmə. Fəinnəhu bai'ukə bi uklətin o əqəllə min zalim. O səni bir loxmaya ya ondan da ucuzuna satar. Günah əhli üçün ləzzət, eş, işrət əhlinin sədaqəti olmaz. Onun bağlılığı, yəni onun ən çox meyli ləzzətədir, şəhvətədir, eş, işrətədir. Buyurur ki, o səni bir loxmaya, bir tikəyə, bəlkə ondan da ucuzuna satar. Belə adamlarla yoldaşlıq eləmə. Və iyyəkə müsahibətəl bəxil. Heç vaxtı paxıl insanlarla oturub durma. Fəinnəhu yaxzulukə fi malih əhvəcə ma təkunu iley.
Paxıl insan ən ehtiyac duyduğun vaxtda səni ondan məhrum eləyər, öz malından məhrum eləyər. Yoldaşın yoldaş üçün əhəmiyyətlərindən biri nədir? Çətinlik yanında köməyi olsun, dayağı olsun. Deyir, paxılla yoldaşlıq eləmək üçün ən möhtac, ən ehtiyac duyduğun halda malını səndən əsirgiyər, dəstəyini səndən əsirgiyər. Və iyyəkə və müsahabətəl əhmək. Axmaq insanla oturub durma. Fə innəhu yuridu ən yənfəəkə fə yadurruk. Sənə fayda vermək istəyər, amma sənə zərər verər. Və iyyəkə və müsahabətəl qati'li rəhmi. Və qohum əqrabaları ilə münasibəti kəsən adamlarla yoldaşlıq eləmə. Həzrət buyurur, fə inni vəcədduhu məl'unun fi kitabillah fi salasi məvazə. Mən Allahın kitabında 3 yerdə onları lənətlənən gördüm. Bir adam ki, öz doğmalarından, atasından, anasından, qardaşından, yaxın qohumlarından əlaqəsi kəsilib, onun sənə nə faydası gələcək? Əgər bu adam yaxşı adam olsa, öz elə yaxınlarınla ünsiyyətdə olar, yaxınlarının buna xeyri, bunun onlara xeyri olar. Bu insanın ki, öz əzizlərinə, doğmalarına faydası yoxdur, onun sənə nə faydası dəyəcək? Bir gündə gələcək, sənlə də əlaqəni kəsəcək. Bu baxımdan Həzrət buyurur ki, qohum əqrabası ilə ünsiyyəti kəsən adamdan yoldaşlıq eləmə ki, mən onları Allahın kitabında 3 yerdə lənətlənən görmüşəm. Yoldaşlıq, sədaqət, dostluq gözəl şeydir. Nə gözəl ki, insanın gözəl dostları olar. Nə qədər də çox olsa, azdır. Nə qədər çox olsa, yoldaşın azdır. Amma kimlərlə oturub durmağı, kimlərlə ünsiyyət qurmağı insan gərək özü üçün təyin eləsin. Allahın qoyduğu meyarlar üzərində yoldaşlıq eləsin. Nəfsi istəklərə görə, dünyəvi maraqlara görə, şəhvani maraqlara görə daha gedib müəyyən insanlarla oturub durub özünü onların çirkabı ilə çirkləndirməsin. Allahın verə izzətinə,